İngilis dilində gündəlik həyatda ən çox işlənən cümlələr və tərcümələri. Başım ağrıyır. I have a headache. Headache, ağrı. Başım ağrıyır. Sonra deyirik, mən subayam. Mən, I am a single. Single. Tək mənası. I'm a single, mən subayam. Burada işlənmir, çünki onsuz da single tək mənası verir. I am single. Sonra deyirik ki, mən nişanlıyam. I am engaged. Mən nişanlıyam. Siz evlisinizmi? Are you married? Siz evlisinizmi? Sonuncu olaraq deyirik, mənim 2 qardaşım var. I have, mənim var. I have 2 brothers. Və ya sisters, bacım.